Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Ve lanetullah ala a'daihim ecma'in minel an ila kıyami yevmiddin. Amin ya rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve ehlul uqdeten min lisani yefqahu qavli. Qolmuş şeytanın şerrinden Allah'a sığınıram. Rəhman, Rəhim olan Allah'ın adıyla. Allah'ın salam və salat olsun Peyğəmbər və onun pak əhli beytinə. Salam əziz tələbələr və bizi kanaldan izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Şiəşnaslıq dərsində 37-ci dərs. Bugün 22 aprel 2026-cı il. Kitabımızda səhifə 63 yeni mövzu rəcət. Sonra qəza və qədər. Bugün çatdırsam ikisini yaxşı olar. Rəcət nədir? Bax, buraya yazıb. Bizim etiqadımızda belə bir şey var. Rəcət rucu. İnna lillah və inna ileyhi raciun. O adlərdə qayıdış. Buraya yazıb. Qiyamətdən qabaq. Qiyamətdən qabaq bir dəstə, demir hamısı. Xalis mümin və xalis kafirlərin qayıdışı. Yaxşı, xalis möminlərin və xalis kafirlərin qayıdışı. Burada yoxdur. Mən burada deyəcəm. İnşallah baxanı YouTube'dan qeydlərsiniz və yaxud da paylaşmaq da olar. Deməli, müəyyən ayələr var. O ayələrdə rəcətlə əlaqədar qeydlər aparılıb. 17-si 12-ci ay 2017-ci ildə. İndə kimi qalır. Bəqərə 3. Ali İmran 81, 83, Nəhl 38, Ali İmran 157, 185, Nisa 159, 157, Maidə 20, Ən'am 158, Əraf 96, 128, 159, Tövbə 33, 112, 111, Ənbiya 35, Yunus 39, 54, 8, 83, İbrahim 5, Hicr 2, 36, 37, Nəhl 22, 38, İsra 6, 72, Məryəm 75, Taha 124, Ənbiya 35, 95, 105, Müminun 77, Nur 55, Şüəra 4, Nəml 82, 83, Kəhv 47, Nəml 93, Qəsəs 5, Qəsəs 61, 85, Səcdə 21, 29, Səba 28, deməli, Yasin 52, Mümin 11, 51, 81, Şura 44, Duxan 10, Əhqaf 15, Casiyə 14, Qaf 41, 42, 44, Zariyat 13, 14, 22, Tur 47, Qəmər 8, Mümtəhənə 13, Qələm 16, Məaric 4, Cin 24, Müddəssir 1-2, 36, Nəbə 18, Naziyyat 6, 12, Əbəsə 22-23, Tariq 8, 17, Şəms 1, 4, 14, Zuha 4, Takasır 3, 4, Bəqərə 56, 72, 73, 243, 259, 260, Ali-İmran 49, Kəhf 19, Ənbiya 80-84, Sad 43, Yasin 14, Zuhruf 57, Nur 55, Nəml 83, Məryəm 54, Qəssəs 85, Səba 28, təhkə getib ikisindən eybi yox. Müddəssir 1-2, Şəms 1-3, Hicr 38, Sad 51, Nəml 82, Ən'am 158, İsra 6, Ənbiya 105, Qəssəs 5. Bax, bu qədər dedim ayələr rəcət haqqında olan ayələrdir. Kitabda bir ikisi qeyd olunub. İndi kim sizə ölçən qeydlər 9 il bundan qabaq olan bir mən yazını siz üçün oxudum. Rəcət nədir? Mənasına qayıtmaq deməkdir. Xalis möminlərlə xalis kafirlərin qiyamətdən qabaq qayıdışıdır. Burada bir iki ayə qeydləyib. Hər bir ümmətdən bizim ayələrimizi təkzib edənləri deyiləcəyimiz və onların bir-birinə qovuşması üçün tutulub saxlanacağı bir gündür. Başqa ayəmiz göylərdə və yerdə olanların hamısı Ramanki əhəlləşmiş halda Rəhman olan Allahın hüzuruna daxil olacaqlar. Şübhəsiz
Allah onların hamısını son ədədinə kimi xüsusi bir tərzdə saymışdır. Qiyamət ki, onların hamısı onun yanına gələcəklər. Başqa ayəmiz və onları hesab üçün bir yerə topladıq və onlardan bir-birini belə boşlamırıq. Yəni heç bir əldən çıxmır. Bu rəcət haqqı təkərlərim, rəcət qısa deyirəm. Mən rəcət yəni ki, qiyamətdən qabaq xalis möminlərin, xalis kafirlərin qardaşı. Məsələn, İmam Hüseyn Yezdi məsələn qardaşı. Ki, burada da haqq hesab olacaq. Elə hamısı orada qalmır ki, burada haqq hesab olacaq. Kimlərsə qəbir yarılacaq, qəbirlərini çıxarılacaqlar, Xanı Fatihə məsələsi, tarixi faktlar. Ürəyimizdə qalan narahatçılar ki var, orada ilahi ədalət olacaq.